Paşinyan açıqlama verib, Azərbaycan buna icazə verib. Razı halda deyib bu ifadələri işlədib. Azərbaycan öz ərazi vasitəsilə Ermənistan məhsullarının 3-cü ölkədə ixracına icazə verib. Təbii ki, istinad edirəm Axar.az xəbərə. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bəli. Hamımız bilir ki, Azərbaycandan Ermənistana dəmir yolu xidməti mövcud və maneəsiz fəaliyyət göstərir. Lakin qeyd etmək çox vacibdir ki, Ermənistandan Azərbaycan vasitəsilə digər ölkələrə dəmir yolu xidməti də açıqdır və mən də elə təəssürat yaranır ki, biznesimiz hələ bu xəbəri həzm etməyib deyə Ermənistanın baş naziri Ermənistan ictimai televiziyasına verdiyi müsahibədə bildirib. Yəni, Azərbaycan icazə verəcək ki, öz ərazi vasitəsilə Ermənistan məhsullarını 3-cü ölkəyə ixrac edə bilsin. Təbii ki, özünüzü yaxşı aparın. Bizim dövlət humanist dövlətdir.